Bu kimdir? Nə pis görür üstündə? Yaxşı mən qardaşımı qazan. Qardaş video çəkirik, nağarsan? Qardaş salam. Aleyküm salam. Qardaş deməli dostuna yığırsan, deyirsən ki, mən çox pis vəziyyətdəyəm, mən döyürlər, davadayam, söhbətdəyəm, aləm dəyib bir-birinə və dostun gəlsə, mən sənə 100 manat pul verəcəm. Razısan? Razıyam. Razısan. Onda dostuna yığaq, görək dostun necə birisidir? Necə birisidir? Mənim dostum bilirsən İncilvari çatdaqdır, deyim biləsən. Bunu demədən öncə məni hər hansısa sosial şəbəkələrin birində izləyirsən? Sən mavi kutuqalı deyilsən? Bəli. Çaş izləyərdim, amma inanmırdım da ya belə həqiqətən gəlib çəkirsən edirsən. Təəssüf olsun ki, qaqaş bizi izləmir. Əgər izləsəydi, bax elə yerindəcə məndən 100 manat pul qazanacaqdı. Ona görə də uşaqlar siz də məni izləməyi unutmayın. Hər an sizin də qabağınıza çıxa bilərəm. Salam qaqa, necəsən? Nə var, nə yox? Şükür Allah, sən neyəsən vəziyyət? Yaxşılıqdır qaqaşım. Bax şo dönərəm. Mənim bu Erməni köhnə Erməni qəbirstanlığında park var. Orada bir söhbəti düşüb gələ bilərsən bura. Qardaş, sənə nə söhbət ha? Düşüb də qaqa indi. Gəl. Gəl. Gəl mənə ora. Gəl. Yaxşı. Qaqaş əsəbi çıxdı, öz aramızdır. Dedim də mən sən çatdaqdır. Yox, qardaşım. Ha gəldi, bax. Doğru. Oğlum neyinir o? Bu kimdir? Nə pis görür üstümüzə? Yaxşı mən qardaşımı qazan. Dedim də sənə. Ha dostum, sən neynədin? Qorxdum mən. Mənim qaqamın xətrinə deyən ağzın cıraramdan ha. Yavaş. Dostunun bir zənginə gəldi. Yəni halal olsun həqiqətən də. Fikirləriniz nədir? Qardaşım, biz dostlarımızın yaxşı və pis gündə hər an yanındayıq. Vəssalam. Əsələn qardaşım. Qaqa, mənim sözüm, çəkirsənmi qaqa? Çəkir. Mənim sözüm odur ki, hamının sözünə qulaq as, amma heç kimin sözü ilə hərəkət eləmə. Ya normaldir.